yenə deyirəm, şəhidlərimizə rəhmət eləsin, məkanlar cənnət olsun. Allah analarımıza səbr versin. Bizim bir neçə analar var ki, onlar tək analardır. Evin, demək olar ki, onların yeganə evlatları şəhid olublar. Onlardan Sevinç anadır, divarlarla yaşayırlar. Sevinç anadır, İlham adır, Nəhayət anadır, Kemalli anadır, eləmi? Bir de kızım, Mingəçevirdə 6 dənə ana övladsızdır. Demək, o deyim, Sevinç ana, Nəhayət ana, İmmana, xanım, Kamilə ana, bir də adını bilmirəm, Cahangirin anası. Ama bura biri atasıyla, biri ərinə, biri anayla, neyse hər bir şeylə yaşayır. Amma Sevinçlə anayla mən tənhayım, ancaq şəkillərə belə yaşayırıq. Düzgünü bu. Allah səbir Sevinç ananın üzündən nur tökülür, hamınız bilirsiniz. O elə bir məsum insandır ki, həqiqətən bugün hər kəs deyir. Allah anamıza səbir versin. Allah bugün bizim evinə gəldiyimiz Cəmaləddin şəhidimizin anasına səbir versin. Pərvanə xanıma. Allah İmmi xanıma da səbir versin. Allah bütün analara səbir versin. Amma İmmi ana bugün biraz səbirsizmi deyək. Ancaq o elə bir ürəyin gəlsidir ki, elə bir ürəyin gəlsidir. Onunla saatlardan danışsaq da, inanın kitablar da yazılsa, kinolarda çəkilsə, siz bəlkə də hər dəfə sevinərsiniz ki, belə bir insanla, yəni o bizim əhatəmizdədir. Sadəcə onu bilən yoxdur. O qədər, o gizlin deyim də, sadəcə sakitcə xeyirxahlıqlar eləyir. Və ona görə İmana, Allah sizə can sağ versin. Allah sizin heç birinizi heç kəsə möhtac eləməsin. Axıra qədər Allah sizə çox sağ olun. Allah səbir versin. Allah Sevinç ananı heç kəsə möhtac qoymasın. Bak ki, heç bir anaları heç kəsə möhtac qoymasın. Nə oğla qoymasın, nə ərə, nə qıza, nə gəlinə, nə nəbiyə. Ben var olun her zaman. Sağ olun. Bugün mən balamın evini siz ziyarət elədik. Sizin dərdinizə mən qurban oldum. Sevinç ana, Ümana, dəyərli analar, hamınız. Ne yaşıyorlar? Siz bilirəm ki, bura gələndə hər zaman Ağdaş deyəndə, elə onu da qeyd eləsinlər. Ağdaş deyəndə bilirəm ki, o saat yadınızda olur Cəlaləddin Ağada. Bilirdim ki, Sevinç ana, bilirdim ki, elə olmuşdu ki, söhbətimiz ki, Sevinç ana ki, gələcəm. Qismət bu güneymiş. Nə gözəl günə. Görün, nə gözəl cümə. Səni görəndə mən məhətə qaldım. Mən bugün dəvət almışdım da. Başqa yerə? Yox, bura. Bura, bəli. Allah bütün Azərbaycan millətini, Azərbaycan Respublikasının bütün bölgələrdə yaşayan bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən elə Ağdaşda da bütün şəhid olan evlatlarımıza, balalarımıza Allah rəhmət eləsin, məkanlar cənnət olsun. Ne diye Allah səbir versin. Hər birinin Allah səbir versin.